Pedaqoji təhsil olanlar bilirlər ki, hələ universitetdə ikən onlara uşaq psixologiyası ilə yanaşı müəllim metodikası da öyrədilir. Yəni, ən nadin şagirdin diqqətini belə dərsə necə yönətmək olar və ya onlar necə cəzalandırılmalıdır. Burada şagirdi döymək və ya ona zor tətbiq etmək kimi üsullar yoxdur. Amma iç xəbərin qaynar xəttini zəng edən valideyn iddia edirdi ki, onun şagirdi idman müəllimi tərəfindən döyülüb. Faktı əməkdaşımız Nurlan Rafiqovla araşdırıb. Dünən uşaq məktəbə getmişdi, idman dərsində idman müəllimi uşağı döyüb. Paytaxtın Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə döyülmə hadisəsi qeydə alınıb. Valideynlər deyir ki, 10 yaşlı övladları Fərid Babaşzadəyə 6-cı dərs saatında idman müəllimi Firdovsi Quliyev tərəfindən fiziki zor tətbiq edilib. Hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib. Yeniyetmənin dediyinə görə isə müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. O isə bilmədən topa əl vurub. Şagirdin bildirdiyinə görə elə bundan sonra da müəllimi tərəfindən şiddətə məruz qalıb, döyülüb. O başından və ayaq nahiyəsindən ağır zərbələri alıb. Mən köynəmi burasından tutdu, mən sırtladı. Ondan sonra bir dənə uşaq var, adı Orxanlı. O mənə lağ elədi, deyir ki, mənə sən vurdu. Ondan sonra mən əsəbləşdim, dalaşdıq. Ondan sonra da mənimə gəldi, ikimiz də tutdu, bir-birimizə vurdu. Mənə tutdu, yerə atdı, ondan sonra da orada mənim üstümə vurdu. Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyir. Məktəbdən gələn övladlarını görüb, dərhal onu xəstəxanaya çatdırıblar. Fərdin anası Gülnar Babaşzadənin sözlərinə görə, övladı qan çatışmazlığından da əziyyət çəkir. Bunun üçün də dəfələrlə məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərslərində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb. Övladı döyüləndən sonra o Firdovsi müəllimlə söhbət etmək istəyib. Aldığı cavab isə onu dəhşətə gətirib. Ki, mənim uşağımı nə əsasına vurmuşsan, yoldaşım Qarabağ əllidir, deyir, olsun Qarabağ əlli. Siz elə danışırsınız ki, əgər uşağın deməyinə inanırsınızsa, elə siz uşaq alında, siz elə Allah bilir kimin başına nə gətirir. Deyilənlərə aydınlıq gətirmək üçün ilk olaraq məktəbin müvəqqəti yerləşdiyi ünvana üst tutduq. Əvvəlcə təhsil ocağının direktor müavinləri faktı təksib etdilər. Valideynlərlə direktor müavini arasında mübahisə baş verdi. Daha sonra adı çəkilən idman müəllimi Firdovsi müəllimlə görüşməyə cəhd etdik. Qapı arxasından bildirdi ki, o şagirdi Fərhada əl qaldırmayıb. Uşaqlar yerdə bir-birinlə dalaşırdı, mən də tutub ayırmışam belə, onunla qutarıb. O çox şey göstərə bilər. Həmin gün etsə, həmin gün çağır idi. Ya müdiriyyəti çağır idi, ya sizi aynısı çağır idi. Bundan sonra üst tutduq məktəb direktoru Esmira Muradovanın yanına. O təsdiq etdi ki, valideynlər uşağın idman dərsindən azad olması ilə bağlı ona müraciət edib. Sadəcə tibbi arayış hələlik gətirilmədiyindən bu mümkün olmayıb. Qaldı ki, şagirdin müəllimi tərəfindən döyülüb-döyülməməsinə. Valideyn gecə saat 10-a qalmış zəng eləyib ki, müəllimə, uşağımın vəziyyəti budur. Yəni, müəllim məni döyüb, mən də ilk öncə zəng eləmişəm, müəllimlə maraqlanmışam, valideyn nömrəsini müəllimə vermişəm. Müəllim deyib ki, qətiyyən ola bilməz, təqdimatı yazacağım, daha doğrusu yazmışam, cızma qarasını eləmişəm. Daxili Nəzarət Şöbəsinə, Bakı Şəhər Təhsil İdarəsinə. Onlar özləri araşdırıb yekun nəticəyə gələcəklər. Bundan başqa direktor onu da bildirdi ki, Firdovsi müəllimdən 8 illik fəaliyyəti dövründə şikayət daxil olunmayıb. Əgər fakt təsdiqini taparsa, o işdən azad ediləcək. Artıq valideynlər faktla bağlı polisə də müraciət edib. Hazırda fakt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.